Şagirdlər, şəkildə gördüyümüz kimi fx və gx funksiyaları y oxu üzərində kəsişir. Fx funksiyanın sıfırları, yəni absis oxunu -5 və -1 nöqtəsində kəsir. Gx funksiyası isə absis oxuna 3 nöqtəsində toxunur. Deməli, şagirdlər, fx funksiyası bu şəkildə olacaq. Fx bərabər olacaq a vurulsun x üstəgəl 5, x plus 1. Gx funksiyası absis oxuna toxunduğuna görə gx funksiyası bu şəkildə olacaq. D vurulsun. Çünki gx funksiyası dx kvadratı plus x üstəgəl s'dir. D vurulsun x minus 3'ün kvadratı. Çünki gx'in sıfırı müsbət 3'ə bərabərdir. Bura müsbət 3'də sıfıra çevrilir. Və bu funksiyalar y oxu üzərində kəsişir. S nöqtəsində kəsişir. Çünki mən bu funksiyaların hər birində x-ə 0 verəndə həm fx-də həm də gx-də y s alınır. Deməli, bu funksiyalar S nöqtəsində kəsişir. Deməli, mən x-in yerinə 0 yazsam, f0'ı tapsaq, f0 bərabər olacaq 5a-ya, j0 bərabər olacaq 9d-yə. Təbii ki, bunlar bir nöqtədə kəsişdiyinə görə f0 ilə j0 bir-birinə bərabərdir. Çünki f0 da s-yə bərabərdir, j0 da s-yə bərabərdir. Onda mən bunları bir-birinə bərabərləşdirməliyəm. Onda 5a bərabər 9d olmalıdır. 5a-nın 9d-yə bərabər olması üçün a bərabər 9k, b bərabər, d bərabər 5k olmalıdır. Bizə S nöqtəsini soruşur. S nöqtəsi f0'a bərabərdir. Ya da j0'a bərabərdir. Fərqi yoxdur. Onda f0'ın yerinə f0 5a-ya bərabərdir. 5a-da a-nın yerinə 9k yazsaq olacaq 45k. S 45k-ya bərabər oldu. S-nin ən kiçik qiymətini soruşur. K-ya 1 versək, S-nin ən kiçik qiymətini almış olacağıq. Onda S bərabər olacaq 45-ə. Bu qədər.